Ustamız başlayıb, sağ olsun. Kafe metlaq işi gedir. Sanitar qovşaqda. Ətərli vəziyyət təşkil etməlidir. Super. Allah canını sağ eləsin. Səhər saat 9-dan başlayıb işləməyə. Deməli dostlar, Allah hamının qarşısına yaxşı insanlar çıxartsın. Bizim Rəşadət qardaş kimi. Biz getdik bazardan Yevrohom deyirlər də. Düzdür, Yevrohom idi, eləmi? Yevrohomdur, hə. Yevrohomdan dedi ki, kafeli zadı özümüz seçək. Usta dedi ki, siz şəkillər göndərmişsiniz, siz kafelləri seçin. Mən tanıdığım adamlar var da, onlar alıb sizə alıb deyəndə, yəni maşına yükləyib göndərsinlər. Biz də özümüz dedik ki, qoy gedək, özümüz bəyənək, özümüz seçək, yəni könlümüz olsun, yaxından bir kafeli görək, eləyək. Nəysə, getdik Yevrohoma. Getdik Yevrohomdan seçdik. Qardaş, neçəyə verirsiniz? Kafelin deməli kvadratı 15 manata. Kafelərin hamısını bizdən götürsəz, sizə endirim edəcəyik, belə olacaq, elə olacaq. Nəysə, bizdə demək olar ki, yəni hər bir şeydə, yəni kafelə aid olan hər bir şeyi həmin mağazadan götürmək fikrimiz var idi, götürdük də. Deməli, gəlib həyətdə sağ olsun, ustamız hesablayır ki, deməli 850 manat təxminən ümumi gələn malın qiyməti 850 manat edir. Bu bizə hesablayıbdır 1060 manat. Hələ bizə də orada deyir ki, mən sizə 60 manat belə keçirəm, nə bilim, sizə hörmət elədim, sizə göndərməni pulsuz elədim. Nəysə, ümumilikdə hesabladıq ki, 1069 manatlıq maldan 1059 manatdan 59 manatda çıxıb, qalıb 1000 manat. O da hesablayır, gəldik burada ustamız sağ olsun, hesabladı, zəng elədi, daha doğrusu daşqanalını sübut elədi ki, həqiqətən də o bizə artıq hesablayıbmış. İndi Allahın köməyi ilə bu gündən başladıq kafel metlaq işini görməyə. Ustamız vurur, hesablayır, doğruyur, kəsir. Hesab kitab gedir. Ölçülər düz olmalıdır. O birdən belə deyim də, tutalım ki, sıvaq ustası gəlir, evi su verir, çıxır gedir. Ondan sonra Zamaskar ustası ki, gəlib deyirik, bundan əvvəlki görülən iş, yəni sıvaq ustası yaxşı olmayıbdır. Həqiqətən də bizdə məsəl üçün sıvağı vuranda da demişdim ki, yəni elə deyin ki, mənim çox xərcim çıxmasın da. İndi baxırıq, demək olar ki, hər bir kafenin arasına bir-ikisə mata gedir. Hamısı da demişdi ki, narahat olma, yəni biz elə işləyəcəyik ki, elə burada 90 dərəcə. Narahat olma, qətiyyən. Eləmi Rəşədi? Təmiz 90 dərəcə. Təmiz 90 dərəcədir, sağ olsun. Arxasına belə işləməyin də, qardaş. Niyə belə edirsiniz ha? Ev yiyələrini zülümə qoyur. O ki, hamı işi gördü, getdi və ondan sonrası elə bil onluq deyil. Belə bir vəziyyətdir. İndi elə hamı hər bir kafel qədərdə mata gedəcək də, düzdürmü? Sağ olsun, elə 22 ora gedər. Nə deyir, axırda qalır o axırıncının boynunda. Axırıncının boynunda da. O ki, evi kim təhvil verib çıxacaqsa onun boynunda qalır. Qalır onun boynunda da. Suyun serin çayın varsa? Hər şey var. Qaynatmışsan faydanı? Var bir dəfə qaynayıb içmişəm, qancanda. Qalan sənin boynuna da indi nə? Bizdə yığışa bilsək gedir. İnşallah. Kimin mahnısıdır? Kimin belə sevgilisi var? Elimizdə kimin belə ustası var?
Hə dostlar, onu da deyim ki, bəs demək yadımdan çıxdı. Yəni gedirsiniz mağazaya, mağazada siz satıcı ilə kvadratı danışırsınız. Amma satıcı yəni özü bildiyi kimi hesablayır. Yəni o ədədlə hesablayır. Həmişə belə şeylərə diqqət edin. Kvadratla deyib, malı göstərəndə, malı göndərəndə, məhsulu göndərəndə və yaxud hesablayanda dənəsi ilə hesablayır. Yəni bu şeylərə diqqət edin. Elə sağ olsun ki, biz diqqət eləməmişdik. Amma bizim ustamız gələndə hesabladı ki, bəs bizə demə, kafelin kvadratını təxminən gəlib Sumqayıt istehsalı olan kafeli, yəni hamı bilir ki, qiyməti kvadrat olaraq 15 manatdır. Amma bu bizə gəlir təxminən 20-21 manat hesablanır. 21 manat hesablamışdı qardaş. 21 manat. Hə, sağ olsun ki, yəni ustamızın sayəsində biz o ziyanlığı görmədik. Siz də çalışın, həmişə diqqətli olun. 5 dəfə soruşsun, 10 dəfə soruşsun. Qardaş, kvadratını bu qiymətə verirsən, həmişə onlar bax, belə də danışıb da aldadırlar adamı. Yəni onlara diqqət edin. Rəylərdə yazarsınız, laf belə yeri gəlsə, hansı mağaza olduğunda deyərəm sizə. Ki, insan belə hörmətsizlik eləməz alıcıya qarşı. Abedin vaxtı. Gəl, əlim yandı. Bu da bizim abedimiz. Ha, sən divar qayırırsan. Evet dostlar, abedin vaxtından keçib. Ustamız da o qədər sakit adamdır ki, demir mənim yeməyim hardadır. Gör, nə qədər də belə təvazökar insandırsa, deyir, nə tapırsan onda tap gətir, yeyi. Burada sağ olsun bir yeri var. Bizə geçək yumurta saskayla. Salatı çörəyi bir yerdə. Bəh. Gəl, bunu soyutsam, oldu heç nə. Ustaya deyirəm ki, ləyaqlı yemək alın, kabab alın. Deyirsən kababı qoyda pul verir. Hətta belə ustanı hardan taparsan? Əlində ləmpə o yaşlı ağsaqqallar arvadlar deyir, əlində ləmpə axtarsan tapamazsan. İndi bizim ustamız elə bir ustadır. Əlində çıraqla gəlsən tapa bilməzsən. Hayır. Özü işləyir. Özü deyir, hələ mənə deyir ki, get deyir, saçkalı burada qaynadaq yeyək. Deməli dostlar, saat 9-un yarısıdır. Biz hələ də işləyirik. Amma öz işimizi yox. Belə deyim də, gəlib haqqını alıb, işini zay günündə görən ustaların belə deyim də, cudazına ən axırda kafel buran yanır. Hə. Deyinə, bax, təzdən sıvaq vurub, usta sıvaq vurur ki, bir o qədər də yəni mata işlənməsin də kafelin arxasında. 10 santı fərq eləyər denən sıvaqda. Yəni 2 santı, 3 santı fərq eləyər, daha 10 santı da yoxdur. Adam işini görər, amma bu qədər də o ifadəni işlətmək istəmirəm. Qoy qalsın. İndi gəlmişsən, razılaşmışsan, işləyirsən. Adam aşağı ilə yuxarıya, yuxarı ilə aşağıya 10 santı fərq verməz axı. Belə ustaların, daha doğrusu elə ustaların. Vallahi sonra deyirlər ki, ev sahibi haqqını kəsdi. Amma Allah haqqı, mən yəni belə deyim, danışdığımız qiymətdən heç birinin pulunu kəsməmişəm. Amma onlar beləcə nadanlıq eləyib, çıxıb gediblər. Yəni, bu günlərin biz təzdən sıvağın üstünə bir də sıvaq vururuq ki, kafelin arxası 10 santı da olmasın. Mata.